Fermerin rifahı aqrar sahənin inkişafıdır. Elə bu sözlərlə bugünkü verilişimizə başlayırıq. Fermerin real dostu efirdədir. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bugün çox maraqlı bir mövzudan danışacağıq, amma əvvəlcə aqro xəbərləri izləyək. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Lerik rayonuna səfəri çərçivəsində təsərrüfatlara baş çəkib fermerlərlə görüşüb. Nazir əvvəlcə Tatoni və Kələxan kəndlərində Oqtay Rəhimovun təsərrüfatlarında olub. Bildirilib ki, Tatoni kəndində 1 hektar sahədə çiyələk əkilib. Daha sonra fermerin 2 hektarlıq kartof əkini sahəsinə baxış keçirilib. Fermer kartofçuluğun rayonda əsas gəlir mənbələrindən biri olduğunu, daxili bazarda tələbatın artması səbəbindən əkin sahələrinin genişləndirildiyini bildirib. Məcnun Məmmədov kartof istehsalında müasir texnologiyaların və elmi yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıb. Nazir Kələxan kəndində yerləşən 3,1 hektar pomidor əkin sahəsinə də baş çəkib. Burada məhsulun vegetasiya vəziyyəti, suvarma rejimi, bitkilərin qidalanması, xəstəlik və zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri ilə tanış olub. Daha sonra Məcnun Məmmədov Veri, Əliabad və Piran kəndlərində istixana təsərrüfatı ilə məşğul olan fermer Fəxrəddin Talıbova məxsus təsərrüfatla tanış olub. Baxış zamanı istixanalarda becərilən kələm və pomidorun inkişaf mərhələsi, damcı suvarma sistemi, bitkilərin qidalanması, iqlimə nəzarət, bitki mühafizəsi tədbirləri, məhsulun yığımı və bazara çıxarılması prosesi barədə məlumat verilib. Daxili bazarın keyfiyyətli tərəvəz məhsulları ilə davamlı təminatında istixana tərəvəzçiliyinin mühüm rol oynadığı bildirilib. Məcnun Məmmədov daha sonra Veri Əliabad kəndində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən qərənfil istixanalarında olub. Qeyd olunub ki, 8 istixanada ümumilikdə 180 min ədəd qərənfil yetişdirilir. Fermer dekorativ bitkilərin becərilməsi, iqlimə nəzarət sistemləri, məhsulun saxlanması və satış bazarları barədə məlumat verib. Fermerlərlə görüş zamanı Nazir Məcnun Məmmədov Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının əsas məqsəd və prioritetlərini, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verib. İyul ayının 9-dan başlayaraq Xocavənd rayonunun Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə müraciətlərin qəbuluna başlanır. Hadrut qəsəbəsində məskunlaşan və yaşayan sakinlərdə müraciətlərin qəbulu prosesi avqustun 9-u günün sonunadək davam edəcək. Hadrut qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarına əsasən həyata keçiriləcək. Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Hadrut qəsəbəsində bir illik və çoxillik bitkilərdən şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm, çiyələk, qarağat, mavi gilə, moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, kartof, buğda, arpa, qarğıdalı, soya, noxud, mərcimək, tütün, yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir. Qeyd edək ki, sonraki mərhələlərdə müraciət edən şəxslərə təlimlərin keçirilməsi, müqavilələrin imzalaması və ərazilərin yerində tanıdılması həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti 1 illik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış mərkəzi qərargahın operativ məlumatına görə iyulun 9-na dək ölkə üzrə payızlıq taxıl sahələrinin 66,7%-də biçin başa çatıb. Mövsüm ərzində 642.696 hektar sahədə biçin aparılıb. Bu sahələrdən 2.251.886 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq hər hektarını 35 sentner təşkil edir ki, bu da ötən il müvafiq dövrü ilə müqayisədə hektarına 1,6 sentner çoxdur. İndiyədək mexanizatorlar tərəfindən 224.603 hektar buğda, 418.093 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 884.182 ton buğda, 1.367.704 ton arpa yığılıb. Buğda sahələrinin 49%-də, arpa sahələrinin isə 83%-də biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə hektarına 39,4 sentner,
arpa üzrə isə 32,7 sentner təşkil edir. Artıq Ucar, Naftalan və Kəlbəcər rayonunda biçin tam yekunlaşıb. Respublikanın 17 rayonunda Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçə, Kürdəmir, Goranboy, İmişli, Masallı, Neftçala, Yevlax, Zərdab, Saatlı, Sabirabad, Salyan, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir. Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır. Bəli, biz davam edirik. Fermerin real dostuna baxırsınız. Bir daha salamlayıram hər kəsi. Bütün tamaşaçıları, zəhmətkeşləri və qeyd edeyim ki, bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyi, konkret desək, Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən yeni bir məhsul, yeni bir dəstək mexanizmi haqqında mediada, mətbuatda, televiziyada, sosial mediada xəbərləri gördük, eşitdik. Söhbət faiz subsidiyasından gedir. Elə bununla bağlı düşündük ki, Fermerin real dostu verilişinə qonaq dəvət eləyək. Qonağım Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Elnur Musayevdir. Elnur müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmisiniz. Salam Ruslan müəllim, mən də sizi salamlayıram. Burada olmaq çox xoşdur. Təşəkkür edirəm. Elnur müəllim, elə girişdə də açıqlama verdim. Bu yaxınlarda bir yeni məhsul, belə deyək də, anonsu getdi, belə demək mümkünsə və çox tezliklə o məhsulla bağlı fermerlər daha geniş məlumatlar təbii ki alacaqlar. Biz də düşündük ki, elə fermerin real dostu olaraq bu məlumatları qoy bizdən eşitsinlər, bizim tamaşaçılarımız, həm də zəhmətkeş fermerlərimiz. Bax, bu rəsmi açıqlanan məlumat, ümumiyyətlə, bir illik başlıq belə idi, xəbər belə idi ki, bir illik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək. Nədir bu? Faiz subsidiyasının istəyərdim ki, mahiyyətini, məramını sizdən eşidək, elə söhbətimizə də buradan başlayaq. Bildiyiniz kimi, Cənab Prezident kənd təsərrüfatına və fermerlərə xüsusi diqqət və qayğı ilə yanaşır. Bu diqqətin növbəti addımlarından biri də 5 mart tarixində imzaladığı fərmanda öz əksini tapmışdır. Fərmana əsasən fermer təsərrüfatlarının banklardan götürdükləri kreditlərin faizlərin müəyyən hissəsini dövlət qarşılayacaq. Yəni fermerlər banklardan indi biz daha sonra müzakirə edəcəyik hansı şərtlərlə götürəcək kreditlərin bir hissəsi dediyimdə çox böyük bir hissəsini dövlət qarşılamağı özündə ehtiva edən bir məhsuldur. Dövlət fermerlərə o veriləcək dediyiniz vəsaitlərin hansı hissəsini, nə qədər faizini, neçə hissəsini qarşılayacaq? Bunu açıqlamaq olar yəqin ki. Cənab Prezidentin imzaladığı fərmanda öz əksini tapmışdır və bu səlahiyyət Aqrar Subsidiya Şurasına ötürülmüşdür. Aqrar Subsidiya Şurasının da sonuncu iclasında qəbul edilmiş qərara əsasən dövlət fermerlərin götürdüyü kreditlərin 19%-ə qədər olan hissəsini qarşılamağı öz üzərinə götürmüşdür. Ancaq bizim banklarla görüşlərdəki dialoqlarımızın gəldiyimiz nəticənin, müzakirələrin nəticəsi olaraq bu kreditlərin faizinin də 19%-i aşmayacağı ehtimal edilir və banklar tərəfindən bizə belə bir məlumat verildi. Bu da o deməkdir ki, dövlət fermerlərin götürdüyü kreditin tam olaraq illik faizini qarşılamağı öhdəsinə götürür. Bu çox gözəldir əslində. Yəni, belə deyək də, faizsiz kredit verilir, məbləğ verilir ki, fermer bunun üçün işlərini vaxtında görsün. Bəzən olur ki, çatdırmır, hansısa bir vəsaitə ehtiyacı olur, amma öncədən bunu götürməyə siz belə deyək də, şərait yaradırsınız. Yəni, dövlətimiz şərait yaradır, siz isə aki olaraq bunu icra edirsiniz. Yaxşı, vacib suallardan biri, kimlərə veriləcək bu subsidiya, yəni faiz subsidiyası, deyə bilərik də bu ifadəni. Bu kreditləri hansı əkinlərlə məşğul olan insanlar ala biləcəklər? Elnur müəllim. Ruslan, bu məsələyə keçməmişdən öncə bir məsələni də diqqətinizə çatdırım ki, əslində elə bu məhsulun bəlkə sualın belə davamı kimi qeyd edeyim. Əslində bu məhsulun əsas məqsədi fermerlərin faiz yükünü azaltmaqdır ki, dövlət fermerlərin ödəyəcəyi faizlərdən fermerləri azad etmiş olur. Digər tərəfdən maliyyə əlçatanlığını yaxşılaşdırır, asanlaşdırır. Çünki bunu biz tətbiq etməklə bizim banklarda da maraq oyadırıq. Çünki fikir verdinizsə 19% kifayət qədər yüksək faiz dərəcəsidir və biz bu faizin 19%-ni hansı faiz dərəcəsi olacağını müəyyən edərkən əslində bazar araşdırması aparmışıq. Azərbaycan Mərkəzi Bankı ilə də diskussiyamız olmuşdur bununla bağlı və bu
eyni zamanda banklara da maraq oyadacaq ki, banklar bu kreditləri fermerlərimizə təklif etsinlər. Bu bir növ həm də özəl sektorun, yəni bankların bu sahəyə investisiyasını təşviq eləmiş olacaq, düzdürmü? Bəli, tamamilə doğrudur. Elə əsas məqsədlərdən biri də odur ki, biz özəl sektorun maksimal iştirakını istəyirik aqrar sahənin inkişafında. Sırf bu məhsulun da ərsəyə gəlməsində və gələcəkdə uğurlu olmasında bankların özəl kapitallarının aqrar sahəyə birbaşa inyeksiyası nəzərdə tutulmuşdur. Yüzlərlə, minlərlə fermerlərimiz, tamaşaçılarımız baxır ki, Elnur müəllim, deyin görək, bunu hamı ala biləcək, yoxsa konkret müəyyən olunmuş bir, belə deyək ki, təsərrüfatla məşğul olan insanlar var ki, ilkin mərhələdə, yəqin bu dövrdə onlar məhz bu kreditlərdən yararlana biləcəklər. Yenə də fərmana əsaslanaraq cavab verəcəm ki, bu səlahiyyət də ötürülmüşdür. Aqrar Subsidiya Şurasına ötürülmüşdür, sahələrin müəyyən olunmağı və Aqrar Subsidiya Şurasının son iclasında sahələr artıq müəyyən olundu. İcazə verirsə onları açıqlayın. Bəli. Deməli, bu kreditlər çəltik, qarğıdalı, darı, sorğu və digər dənli paxlalı bitkilərə, buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobiya, mərci və s. Həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər, pambıq, şəkər çoğunduru, tütün və soya kimi soya əkən fermerlərə bu kreditlər şamil olunur. Çox gözəl. Bu bir illik bitkilərdir, bir illik əkinlərdir daha dəqiq desək və bu sahədə kifayət qədər bu istiqamətdə daha doğrusu kifayət qədər fəaliyyət göstərən yüzlərlə, minlərlə bizim zəhmətkeşimiz var ki, onlar məhz bu, belə deyirlər, dövlət dəstəyindən, yeni mexanizmdən istifadə edə biləcəklər. Növbəti sualım var. Kredit məbləğində məhdudiyyət varmı? Yəni, məsələn, mən bir fermerəm, Cəlilabadın Göytəpə kəndində yaşayıram, müraciət edirəm, müraciət qaydalarla da bağlı sualım olacaq. Yəni, müraciət edirəm, tutaq ki, mənə bir 100 min pul lazımdır. Bunun limiti varmı? 100 min manatdan söhbət gedir və ya aşağı, yuxarı belə həddlərdə. Yəni, bunlar xalqın ən çox maraqlandıran suallarda inanmam. İstəyirəm ona görə açıqlayasınız, zəhmət olmasın. Bəli, bu kredit məhsulunda müəyyən məhdudiyyətlər olacaq. Ancaq məbləğ məhdudiyyəti yoxdur. Ən azından hələlik biz məbləğ məhdudiyyəti qoymamaq qərarına gəldik ki, yəni bazarın, aqrar sahənin buna reaksiyasını, fermerlərin buna reaksiyasını görək. Həm də əslində burada əsas şərt fermerlərin ehtiyac olduğu qədər krediti götürməsidir. Çox gözəl. Yəni fermerlərin kreditə müraciət edərkən bəyan etdikləri təyinat üzrə istifadəsi vacib məsələdir. Yəni bu sırf fermerin öz sahəsinə göstərəcəyi aqrotexniki qulluq və s. Gübrə, pestisid, bunları almağa. Bunlar haqqında danışacağıq yenə. Yəni ona görə ən vacib şərtlərdən biri mütləq şəkildə fermerin bəyan etdiyi təyinat üzrə istifadəsidir və ehtiyacından çox kredit götürməməsidir. Bu həm bizi artıq faiz yükündən azad edəcək dövlət olaraq, həm də belə deyək, bizə ayrılmış büdcənin daha çox fermerə istifadəsinə, biz bu büdcəni istifadə etməsinə şərait yaratmış olacağıq. Elnur müəllim, misal üçün yenə də həmin Cəlilabadda Göytəpədə yaşayan bir Əhməd dayın misalında götürdüm krediti 50 min manat. Mən bu məbləği nə zaman geri qaytarmalıyam və aylıq ödəniş sistemi necədir? Var mı ümumiyyətlə aylıq ödəniş, yoxsa yoxdur? Bunu da istəyərdim ki, açıqlayasınız, zəhmət olmasın. Elə bu məhsulun ən böyük üstünlüklərindən biri əsas odur ki, məhsul, məhdudiyyət dedim bayaq, məhdudiyyətlərdən biri məhsulun bir illik, kredit məhsulunun bir illik olmasıdır, maksimum bir illik olmasıdır. Bu da nəyə görə bir illə məhdudlaşdırıb? Çünki biz bu kreditləri bir illik əkinlərə şamil etmək niyyətindəyik. Ancaq ən böyük üstünlərindən birisi odur ki, fermer krediti götürüb ancaq müddətin sonunda əsas məbləği ödəyəcək. Yəni fermerin bir il ərzində pulu hardan ödəyim, necə ödəyim, hələ məhsulum yetişməyib. Belə bir dərdi olmayacaq. Dərdi olmayacaq. Faizlərini biz ödəyəcəyik. Fermer sadəcə olaraq ilin müddətin sonunda artıq əkdiyi təsərrüfatın nəticəsini gördükdən sonra gəlib banka gedib əsas borcunu bağlayacaq. Vəssalam. Çox aydın, çox dəqiq izah verdiniz. Yəni, məsələn də taxıl əkmisən, Əhməd kişi, bayaq misal çəkdik. Taxılı biçirsən, təbii ki, yayda, yəni payızda əkmisənsə, yayda biçirsən, biçəndən sonra məhsulun, belə deyək, sağını solunu bilirsən ki, nə qədər pulun qalır və bilirsən ki, bankda sənin verəcəyin yalnız əsas məbləğ var. Faizini dövlət ödəyir, yəni dövlət dediyimiz
Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Kredit və İnkişaf Agentliyi bunu icra edir. Çox gözəldir, çox yaxşıdır. Mən düşünürəm ki, bunu maksimal çox danışmaq lazımdır bu mövzuda və biz də fürsətdən istifadə edib danışırıq. Yeri gəlmişkən, mən elə bu dəqiqə yeni bizə qoşulan tamaşaçıları, bizə baxan izləyiciləri salamlamaq istəyirəm. Siz Fermerin Real Dostu verilişinə baxırsınız Real TV-də və biz dövlətin yeni subsidiya, dəstək, güzəşt mexanizmlərindən biri olan faiz subsidiyasından danışırıq. Bu, bir illik əkin aparan fermerlərə aiddir. Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Elnur müəllim buradadır. Elnur Musayev bizə çox maraqlı məqamları danışır. Gözünüz bizdə olsun. Hələ suallarım var. Elnur müəllim, vacib suallardan biri. İndi fermerlər əminəm ki, deyirlər ki, bu suallar Ruslan ver. Mən bu kreditlə müraciət eləmək üçün nə etməliyəm? Hara getməliyəm? Yəqin ki, proses gedirdi ya, indi bununla bağlı informasiyalar yenidir. Daha çox kütləvi informasiya vasitələrindən və digər, təbii ki, Kənd Təsərrüfatı Nazirliyinin sosial media hesabları, AKİA'nın sosial media hesabları, rəsmi veb saytında tez-tez informasiyaları görəcəyik. Amma sizdən eşidək. Qayda necədir? Müraciət qaydası. Hansı formada, hara və necə fermerimiz müraciət eləməlidir? Mən bunu çox sadə dillə izah etməyə çalışacağım. Deməli, fermerlərimiz müvəkkil təşkilat dediyimiz, ancaq lizinqçi fərmanla tənzimlənən məsələdir yenə, müvəkkil təşkilatlar üzərindən, lizinq təşkilatları istisna olmaq şərti ilə. Yəni banklar? Banklar və bank olmayan kredit təşkilatları üzərindən bizə müraciət edirlər, yaxınlaşırlar. Bugünkü gün prosedur belədir, ancaq daha da siz qeyd etdiyiniz kimi daha da təkmilləşəcəyi və daha da maksimum rəqəmsallaşmaya doğru addımlar atacağıq. Bugünkü gün həmin fermer kreditə ehtiyacı olduğunu hiss etdiyi halda yaxınlaşacaq, deyək ki, banka. Məsələn, hansısa bir rayonda filialın, hansısa bir bankın filialını, bəli. Bugünkü gün bizim müvəkkil təşkilatların siyasi AKİAN veb saytında dərc olunmuşdur. Orada gördüyü istənilən banka yaxınlaşacaq. Bugünkü gün bankla bağlı da məhdudiyyətimiz yoxdur. Biz bütün bankları bu prosesdə iştirak etməyə dəvət edirik və görüşlərimizdə, iclaslarımızda da bununla bağlı dəfələrlə qeyd etmişik və yenə də bankları da bu sahədə, bu məsələdə maraqlandırmağa və çağırış eləməyə davam edəcəyik. Fermer yaxınlaşacaq banka, bankın deyək ki, hər hansı bir filialına, filial üzərində bu məhsulu kredit əldə etməyi ilə bağlı müraciət edəcək. Digər, ondan sonra artıq bütün məsələləri bank görəcək. Fermerin qeydiyyatını alacaq. İndi lazımi daxili qaydalarına əsasən müəyyən sualları verəcək. Ancaq onu da xüsusilə qeyd edeyim ki, biz sırf bu məhsulun xüsusilə daha yaxşı və daha effektiv əldə edilməsi üçün, əlçatan olması üçün, bəli, biz banklarla danışıq aparmışıq və sənəd və digər tələblərin minimum səviyyə endirilməsini xahiş etmişik. Və çox vacibdir. Bəzən olur banklarda, gərək bunu deyib, bizə də Fermerin Real Dostuna yazırlar. Mən özüm də bölgələrdə tez-tez oluram. Açığı olur ki, bəzən banklar hamısına aid deyil. Bəzi banklarda sənədləşmə prosesi çox olur və fermer yorulur bir növ bundan. İndi biz onlarda dediyim kimi sənədləşmə hissəsinin çox minimum endirilməsini, sadələşdirilməsini xahiş etmişik və bir çoxu da sağ olsunlar, razılaşıblar. Digər tərəfdən kreditin verilmə prosesinin çox sürətli olacağını əminliklə deyə bilərəm. Çünki bank dərhal müraciətə qəbul edib və bizə göndərdiyi təqdirdə, hətta bizim öz daxilimizdə belə biz prosesləri sadələşdirmişik ki, biz AKİA olaraq da ona rəy verərkən çox sürətli rəy verək və bu bir-iki günlə məhdudlaşan müddətlərdən söhbət gedir bizim tərəfimizdən. Banklar tərəfindən də yenə də efir vasitəsilə də istifadə edib xahiş etmək istəyirəm ki, yenə də çağırış edirəm ki, çox daha sadələşdirilmiş prosedurlara tətbiq etməklə fermerlərimizi çox yormayaq. Ondan sonra müraciət etdikdən sonra bank bizə müraciət edir. Biz bir-iki gün deyə bilərəm əminliklə ərzində cavab veririk. Ondan sonra həmin kredit fermerə ayrılır. Ayrılma prosesindən bağlı da sualım elə var. Necə ayrılır Elnur müəllim? Yəni pulu nəqdə alır fermer, elə qapıda belə də, kassada belə deyə də, bankda. Yoxsa bu bizim bildiyimiz ənənəvi fermer kartı var da, fermerlərin hamısında var bu. Ora köçür, yoxsa yeni bir kart olacaq? Necə olacaq? Yaxşı sualdır və yeniliklərdən biri də elə sırf bu hissədədir. Fermer krediti kart hesabına alacaq və bu bizim ənənəvi bildiyimiz fermer kartı deyil. Hər bank özü
Öz bu məhsulunu. məhsulla bağlı yeni kart məhsulu istifadəyə verəcək və fermerə ayrılmış kredit məbləği tam şəkildə həmin karta mədaxil ediləcək. Vəsait kartına 30 durulduqdan sonra, mədaxil edildikdən sonra həmin məbləğin tam şəkildə Ektisin alt sistemi olan Tapagroda istədiyi gübrə, biohumus və s. pestisidə agrotexniki xidmətlərə xərcləyə biləcək. Nağdlaşdırmadan, yəni. Nağdlaşdırmadan. Bu çox önəmli. Bu fərmanla tənzimlənir. Fərmanla tənzimlənir və tam şəkildə ki, onsuz da bugün bizim Kənd Nazirliyin Tapagro alt sistemi kifayət qədər böyük bazaya malikdir. Fermerlər üçün bu yeni məlumat deyil. Onsuz da onlar fermer kartının 75% hissəsini onsuz da həmin sistemdə xərcləyirlər. Ona görə fermerlər üçün yenilik deyil və fermerlərimiz kifayət qədər məlumatlıdırlar ki, bu alış-verişi Tapagro üzərində necə aparacaqlar. Yeri gəlmişkən, müraciətlə bağlı bir sual yarandı məndə. Yəni, fermerlərin bu kreditə müraciətlə bağlı alternativləri olacaqmı? Yəni, misal üçün, mən banka getmədən elektron kənd təsərrüfatı informasiya sistemi var da, bütün fermerlər orada qeydiyyatdadır. Bir bölmə yaradılacaqmı belə bir ki, məsələn, fermer rahatlıqla orada müraciət eləsin? Mütləq şəkildə planımızda bu var. Sadəcə olaraq bu müəyyən bir vaxt alacağından. Təbii, texniki bir prosedurdur. Texniki prosedurdur, bəli. Bu səbəbdən vaxtı və nə vaxt bunu biz istifadəyə verəcəyimiz haqqında mütləq şəkildə fermerlərimizi məlumatlandıracağıq. Yəqin ki, bir SMS bildirişlər gedəcək, məlumatlandırma gedəcək. Mütləq şəkildə biz onsuz da SMS bildiriş dediniz, elə onu da qeyd edim ki, biz onsuz da bu növ kreditin, məhsulun hansı fermerlərə yararlı olacağını biz öncədən tapacağıq və tapdıqdan sonra onların hamısına məlumatlar göndərəcəyik. Bu informasiya databazı onsuz da var sizdə. Bəli. Və onları məlumatlandıracaq, ekstra, əlavə olaraq məlumatlandıracaq ki, necə onlar bu kreditin onlara toxunacağı faydadan tanış olsunlar və əldə etməyə çalışsınlar. Çox gözəl. Elon hanım, çox maraqlı layihədir, çox vacib layihədir. Mən düşünürəm ki, fermerlərimiz çox qısa zamanda belə bir verilişimizi izləyəndən sonra tez-tez sualları verəcəklər, həm də müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyinə, həm də Aqrar Kredit və İnkişaf Agentliyinə. İstəyərdim ki, yekuna doğru belə bir sual verim. Gözləntilər nədir? Bu, yəni yeni dövlət dəstəyi mexanizmidir, yeni bir maraqlı, həm də faydalı bir, belə deyək də, fermerlər üçün istiqamətdir, faizlərin subsidiyalaşdırılması. Yəni, faiz yükünün azad olunması da sadə xalq dilində desək. Bu sahəyə, fermerə, aqrar sektora təsiri, faydası nədən ibarət olacaq? Faydasını, yeni mexanizmin, belə deyək, əsas üstünlüyü kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikat toxumların və pestisitlərin alınması, həmçinin aqrar xidmətlərdən vaxtında istifadə etməsi üçün şərait yaradacaq. Bizim araşdırmalarımız onu göstərir ki, bugünkü gün fermerlərimiz əlbəttə sahələrdən asılı olaraq ən yaxşı halda ehtiyac olan texniki qulluğun 40-60% ancaq yerinə yetirə bilirlər. Pul çatmır da, vəsaitləri çatmır. Bu da maliyyə vəsaitlərinin lazım olan məqamda əl çatandığıyla bağlıdır, bəli. Ancaq bu kreditə müraciət etməklə və dediyim kimi düzgün təyinatını göstərməklə fermerlərimiz 100% həmin qulluğu göstərmə şəraitinə sahib olacaqlar və beləliklə də nəticəsi olaraq bunun fermerlərimizin həmin əkinlərdən əldə etdiyi məhsulun həm keyfiyyəti yüksələcək, həm kəmiyyəti yüksələcək və bunun nəticəsində əlbəttə ki, fermerlərimiz daha çox, fermerlərin sosial rifahına çox müsbət təsir edəcək bu məsələlər ki, dediyim kimi, faizi də biz ödədiyimizə görə fermerin problemi olmayacaq. Ancaq bir fikir olacaq, yəni artıq ay-bayı pulu hardan tapım ödəyim kimi bir dərdi səri olmayacaq. Kredit həqiqətən yüktür, indi səmimi danışarda bir istər-istəməz özümüz də istehlak krediti götürdük, onu ay-bayı ödəməyə haqqında düşünür. O ki, qaldı zəhmətkeş, bütün günü sahədə olan fermer fikirləşir ki, ayda mən bu ayın sonunda bu pulu verməliyəm. Amma bu yükdən siz onu, dövlətimiz onu azad edir və bu mexanizm çox gözəldir həqiqətən. Dövlətimiz azad edir və fermer ancaq yekunda düzgün
aqrotexniki qulluq göstərmiş sahəsindən, əkinindən əldə etdiyi daha çox gəlirdən həmin kreditini bağlamaq gedib əsas məbləğini bağlayacaq və qalığı da artıq onun sosial rifahının yaxşılaşdırmasına xərcləmək şəraiti yaranacaqdır. Çox gözəl. Mən əminəm ki, çox tezliklə bu layihənin icrası ilə bağlıdır biz məlumatları tamaşaçılara və ictimaiyyətə təqdim eləyəcəyik. Müraciətlər yəqin ki, artıq yaxın günlərdə, yaxın aylarda başlayacaq və düşünürəm ki, fermerlərə nə qalır? Yalnız və yalnız Kənd Təsərrüfatı Nazirliyini, onun tabeli qurumlarını və ləxsusda bu layihənin icrasını birbaşa həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi veb saytını, sosial media hesablarını izləsinlər. Düzdürmü, Elnur müəllim? Düz deyirəm də. Məlumatlar eyni zamanda elektron kənd təsərrüfatı informasiya sistemi. Hər yerdə bununla bağlı ən son məlumatları qısa zamanda biz yenə də görəcəyik. Görəcək əlavə olaraq onu deyim ki, bu məhsulun istifadəsindən başlamaq üçün aylara yox, hətta günü sabahdan belə banklara gedib artıq müraciət edib siyahıya düşə bilərlər. Çox gözəl. Bunu açıqlayırsınız buradan, fermerin real dostundan. Bəli, açıqlayıram. Artıq gedib müraciət edə bilərlər. Banklar o qeydiyyatı alsınlar və çox yaxın günlərdə artıq maliyyələşmə işinə də başlayacağıq. Prosesinə də başlayacağıq. Hər hansı bir sual, problem, bir potensial çətinlik olacağı təqdirdə də həm zəng mərkəzimizə, həm sosial media hesablarımızda yazıb biz onsuz da bütün müraciətləri dərhal cavablandırırıq. Təşəkkür edirəm. Çox sağ olun. Sizə bütün Akia komandasına, əməkdaşlara uğurlar arzulayırıq. Biz bilirik ki, Aqrar Kredit və İnkişaf Agentliyi dövlətin dəstək mexanizmlərini aqrar sektorla bağlı icra edən Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu kimi əsas fəaliyyət istiqaməti birbaşa bu olan güzəştləri, subsidiyaları, kreditləri, aşağı faizli kreditləri, mikro kreditləri təqdim edən bir qurumdur və tez-tez yeniliklər olur. Biz də fermerin real dostu olaraq bu yenilikləri tamaşaçılara çatdırmağa hazırıq. Minnətdaram, işlərinizdə uğurlar arzulayıram. Mən təşəkkür edirəm bu şərait yaradıldığına görə, fermerlərimizi yeniliklərlə tanış etmə fürsəti verdiyinizə görə mən sizə və bütün təşkilatçılara təşəkkürüm bildirirəm. Çox sağ olun, inanıram. Minnətdaram. Sağ olun. Dəyərli dostlar, hörmətli tamaşaçılar, Elnur Musayev bizim qonağımız idi, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini və biz sizə yeni faiz subsidiyasından bağlı danışdıq. Yaxın günlərdə bununla bağlı yenə də ətraflı məlumatları çatdıracağıq. Çalışın ki, ümumiyyətlə faiziniz olmasın, amma kredit götürəndə dövlətin dəstəyini bax bu şəkildə istifadə eləyə bilərsiniz ki, dövlət də sizin rifahınızı düşünür. Əbəs elə deyil ki, fermerin rifahı aqrar sahənin inkişafıdır deyirəm hər dəfə verilişə başlayanda. Gələn həftə fermerin real dostunda görüşəcəyik. Hələlik.